10 ildən çoxdur ki, bu İsmailli dağlarında mən Mustafa kişinin qonağı olan arı ailəsini onun həyətinə qoyuram. Biz bir aya qədər bu İsmailli dağlarında həm arıçılıqla məşğul oluruq, həm də dostluğumuz davam edir. Allah'tan ona can sağlığı arzulayıram bir ağsaqqal kimi. Biz həmişə bu İsmailli eline, İsmailli obasını, İsmailli dağlarını bu gözəl yurda gələndə həmişə onu şən, sağlam, gümrah görürəm. Övladlarıyla, nəvəsiylə birlikdə. Allah həmişə ağız şirinliği versin, can sağlığı versin. Mustafa kişi. Çox sağ ol müəllim, Allah canını sağ eləsin. Nə vaxt gəlsiniz, mənim evim, eşiyim, həyətim, bacam hamısı üçün açıqdır. Necə bir dost kimi, neçə ildir çörək kəsirik. Çörəyimiz daimidir. Balalarımız da, nəvələrimiz də həmişə mehriban olsun. Bərəkətli. Bu urzu hamı üçün bol olsun, bizim balalarımızla bərabər. Sağ ol. Çox sağ olun, çox razıyam. Allah həmişə urzunuz bol yazsın. Gözəl. Sağ ol. Gözəl gündür, gözəl yaşıllıq, dağlar, meşələr, nə gözəl yurdu. Hər yer arı, ruzi, bərəkətli. Allah Teala həmişə bu eli o həmişə bərəkətli.